Noyabrın axırıncı həftəsi bürcləri nə gözləyir? Qoç, ideyalarınız güclənir, amma tələsik qərarlardan çəkinin, nəfəs alın, düzgün seçim edin. Buğa, dəyəriniz maliyyə və resurslarla bağlı mövzular diqqət mərkəzində ola bilər. Keçmişdə başlanan işlərin nəticəsi görünə bilər. Əkizlər, münasibətlər iş, şəxsi və ya yaradıcılıq baxımından öz dinamikasını göstərə bilər. Sözlərə diqqət yetirin. Xərçəng, keçmişin kölgəsi ilə üzləşmək fürsəti var. Emosional təmizlənmə, daxili işlər önə çıxa bilər. Şir, özünü ifadə və yaradıcılıq üçün yaxşı dövrdür, amma diqqətli olun. İmpulsiv hərəkətlər sizi istəmədiyiniz istiqamətə apara bilər. Qız, düşüncələriniz dərinləşə bilər, söhbətlər önə çıxır, başqaları ilə əlaqə qalınlaşa bilər, detallara fikir verin. Tərəzi, bu həftə ən azından bir fəaliyyət dövrüdür. Gözləməkdən çıxıb irəli addım atmaq faydalı olacaq. Əqrəb, özünüzdəki gücü görməyə başlaya bilərsiniz. Keçmişdən gələn dəyişikliklərin nəticəsi görünməkdədir. Ox atan, sezilmədən isə bu sizin mövsümünüzdür. Enerjiniz artmış vəziyyətdədir. Yeni başlanğıclar üçün əlverişli. Oğlaq, struktur, sistem və gələcək planları gücləndirmək üçün idealdır, amma özünüzə zaman verin. Dolça, kollektiv işlər, sosial dairə və təkrar baxış üçün uyğun dövrdür. Yeni əlaqələr və ya köhnə münasibətlər yenidən gündəmə gələ bilər. Balıqlar, ruhani və yaradıcı yönünüzdə hərəkət edə bilərsiniz, ancaq sakitlik və balans vacib olacaq. Tövsiyələr, şəxsi münasibətlərdə artıq işlənmiş mövzularla üzləşə bilərsiniz. Açıq olmaq fayda verəcək. İş və ya maliyyə ilə bağlı qərarlar tələsik verməyin. Bəzi planetar enerji hələ tamam deyil. Özünüzə və daxili səsinizə qulaq asın. Retrogradın təsiri sizi keçmişdən bəri olan mesajlarla qarşı-qarşıya qoya bilər. Geniş fikirli olun. Yeni mövqelərə açıq olmaq, dəyişiklikləri qəbul etmək bu həftə üçün plus olacaq.